Gülxətmi dolması yemisiniz? Gəlin birlikdə hazırlayaq. Bizim həyətdə olmasa da bu şəfalı bitkidən Atagilin həyətində var idi. Nə qalıbsa gedib toplayıb hamısını evə gətirdim. Yergöy yanır istidən. Mən gülləri toplayana kimi bir nəfər də ət aldı gətirdi. Yergöy yanır. Buz kimi sirabla boğazımı biraz yaşladıktan sonra başlayıram işə. Öncə gülxətmiləri isladıram, sonra isə əti hazırlayıram. Birdən dolmanı sevməzlər deyə əlavə olaraq da kotlet üçün ət ayırdım. Ət çəkəndən keçirdikdən sonra bura soğan, duz, sarıkök, pul biber və qara istiotla vurub yaxşı-yaxşı yoğururam. Digər dolmalardan fərqli olaraq bunun içliyini biraz qovururam. Çünki gülxətmi özü çox zərifdir. Sizə bir söz deyim, inanın mənə o qədər ləzzətli, o qədər dadlı alındı ki, belə olacağını heç təsəvvür belə etməzdim. İçlik soyuduqdan sonra güllərin içərisinə doldurub gördüyünüz kimi bükürəm. Qazanın altına adi bildiyimiz yarpaq sərirəm ki, yapışmasın. İnanın bu qədər ləzzətli alınacağını bilsəydim özümü dağa daşa vurub daha çox çiçək tapardım. Bu arada sirabın yeni meyvəli qazlı içkilərinin də dadı çox xoşuma gəldi. Meyvəli və təravətləndirici dadı bu cür ev yeməklərinin yanında çox gözəl uyğunlaşır. Siz də mütləq sınayın və ən çox bəyəndiyiniz dadı seçin. Mənim ən çox bəyəndiyim alma ləzzəti oldu.